Ötən ilin noyabrında Gəncə-Şəmkir yolunun Göygöldən keçən hissəsində avtomobilin qəzaya uğraması hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İlkin məlumatlarda qəza zamanı avtomobilin 1990-cı il təvəllüdlü Əhliman Ramiz oğlu Abdi tərəfindən idarə edilməsi bildirilsə də, bu təsdiqini tapmayıb. Araşdırmalarla müəyyən edilib ki, hadisə vaxtı Əhliman tanışı Hikmət Vəlizadə və digər tanışları ilə birgə Gəncədəki Karizma restoranında yeyib içiblər və başqa restoranda işləyən qızları məclisə dəvət ediblər. Gecə saat 2 radələrində restoranı tərk edərkən Əhliman sərxoş olduğunu deyərək sükan arxasına Gülnurun keçməsini istəyib. Özü də ön hissədə, Hikmət digər qız isə arxada oturub. Onlarla birgə məclisi iştirak edən şəxslərdən bir neçəsi Leylanın sürdüyü avtomobilə əyləşib. Yolda olarkən sürücü qızlar ötüşməyə başlayıblar və idarəetmədən çıxan avtomobil divara çırpılıb. Nəticədə Əhlimanla Hikmət həlak olublar. Məhkəmədə bildirilib ki, 21 yaşlı Gülnurun 2023-cü il təvəllüdlü bir övladı var. Onun sürücülük hüququnun olmaması da müəyyən edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 7 il 6 ay həbs cəzası verilib və məhkəmə zalındaca həbs edilib.